Bəzi evliliklər var ki, sanki sevgi yox tamaşadır. Son vaxtlar bir şey diqqətimi çəkir. Bəzi evliliklər var ki, sanki sevgi yox tamaşadır. Kişi hamının yanında qısqanclıq göstərir, qadın deyir evdə son söz yoldaşımdır. Amma bu doğrudan da belədirmi? Çox vaxt yox, bu sadəcə imicdir. Kənardan güclü ailə kimi görünmək istəyirlər. Yəni kişi özünü elə göstərir ki, güya evdə söz onun sözüdür. Bəli, amma qapı bağlanandan sonra başqa reallıq olur. Bəzən o avtoritet sadəcə cəmiyyət üçün oynanan roldur. Bir şey də var. Həqiqətən xoşbəxt, mehriban bir cütlük görəndə bəzi insanlar sevinir, əksinə narahat olur. Çünki başqasının xoşbəxtliyi onların saxta münasibətini üzə çıxarır. Ona görə də paxıllıq başlayır. Bəlkə də elə problem budur. Biz sevən ailə olmaqdan çox, sevən kimi görünən ailə olmağa çalışırıq. Amma unutduğumuz bir şey var. İnsanları aldada bilərsən, amma evin içindəki həqiqəti yox.